Eltimlə yola getmirik, çünki qaynanam mənə bir şey alanda gərək eltimə də həmin şeyin təkrarını ala və deyir ki, mən evin böyük gəliniyəm və birinci nə isə almaq lazım olanda gərək birinci mənə alına, daha sonra sənə alına və uşaqlarını gətirir, qoyur bizdə, özü isə gedir işinə. Mən də deyirəm ki, uşaqlarını gətirmə, mən baxmıram, çünki mənim öz uşaqlarıma baxıram və söyləyir ki, bura sənin evin deyil, bura mənim qaynanamın evidir. Ona görə haçan istəyirəmsə uşaqlarımı gətirib qoyacam. Və qaynanam da yaşlı olduğundan və uşaqlar da kiçik olduğundan demək olar qaynanam baxa bilmir və başlayıram mən baxmağa. Bilmirəm öz uşaqlarıma baxım, yoxsa gətirib qoyduğu Eltimin uşaqlarına. Sonra gəlir işdən və qaynanamla deyib gülür və bişirdiyim yeməyi yeyir, çayını içir. Daha sonra uşaqlarını da götürüb gedir və səhərsi gün yenə də həmin hadisələr təkrarlanır. Yenə gəlir, uşaqlarını qoyur və özü də çıxır gedir işinə. Həm də heç bir sağ ol və salam demədən.